stratejisi, yəni qarşıdakı illərdə həmin o strateji planda Turanın Avropa klublarına vəsiqəsi hansı illərə yəni təqdimat vaxtı demişdiniz. Yaxın 3 ildə biz klub formalaşdırır. Amma ümumiyyətlə yəni sizin planınızda İndiki yaxın 3 ildə ən azından Avroliqalarda play-off oynayıb mümkünsə qrup mərhələsinə keçməyi düşünürük. Çünki bilirsiniz, maddi texniki bazamız o qədər geniş deyil. Biz çox asanlıqla Tovuzda açılışda bir çox iştirak elədiyimiz kompleks açdıq və buranı gördük. Çox böyük vəsaitlər gedib bizə. Çox asanlıqla bunu kluba, oyuncuya qoyaraq ən qısa zamanda biz bu nailiyyəti əldə edə bilərdik. Amma biz o yolu seçmirik. Dayanıqlı inkişaf, ona görə addım-addım hədəflərimizə doğru irəliləyəcəyik. Ümid edirəm ki, yaxın 3 ildəki planlarımıza bunlar daxildir. Axır növbəti mərhələ haqqında düşünməyə vaxtıdır. Çox tərəfkar Tovuz azarkeşi var. Siz necə düşünürsünüz? Yəni o Tovuzlular, o futbol sevərlər gözləyən səbr edəcəklərmi? Səbr eləyəcək. Tovuz azarkeşləri, Turan azarkeşləri qalibiyyətdə də, məğlubiyyətdə də komandanın yanındadırlar. Təmənnasız sevirlər. Uzun müddət Premyer Liqada komanda 9 ilə yaxın bir müddətdə iştirak eləmədi, amma onları sevgisi azalmadı. Ona görə bir qardaş şübhəmiz yoxdur, azarkeşimiz yanımızda.